Salam yoldaşlar, hamınızı yeni vlogumdan salamlayıram. Bu günlərim inşallah taksidə işə çıxacağam, ekonom sinifdə. Həm çatdırılma, həm ekonom. Görək nə qədər qazancı olacaq. Deməli, bu günlərim 28 mart 2025-ci ildir. Saat hardasa 1-ə qalıb 15 dəqiqə, 12:45. İndi hal-hazırda xətt açacağam, sifarişə başlayacağam və nə sifarişlər, nə zakazlar olacaqsa hamısını ekranda skrin eləyib paylaşacağam. Çoxdandır video paylaşa bilmirdim bəzi səbəblərə görə, şəxsi məsələlərim var idi. Ona görə üzrlü hesab eləyin. Bu gündən sonra yeni videolarım, maraqlı videolarım gələcək. Mən yəni taksidə işləyirəm, demək olar ki, yəni deməyim deyə işləmirdim. Həmişə hər gündə demək olar 2 gündən bir də olsa, 1 gündən bir də olsa, yəni hər gündə olsa işləyirəm. Ona görə də bir dənə onu deyim ki, bayrama görə, Ramazan bayramına görə biraz tətillər olduğuna görə biraz onun üçün işlər biraz demək olar ki, zəifdir. Durğunluq var işdə. Yeri gəlmişkən Ramazan bayramınız mübarək olsun. Hamınızın Ramazan bayramınızı təbrik eləyirəm. Allah dualarınızı qəbul eləsin. Allah hamımızın ruzimizi yetirsin inşallah. İndi xəttə açacağım telefon, yəni bir telefonla həm video çəkirəm, həm proqram işlədirəm deyə ona görə sizə göstərə bilmirəm. Yəni sifariş gələn anda və yaxud da nə. Ona görə ancaq skrin eləyib göstərəcəm sizə. Ay yoldaşlar, birinci sifarişi verdi, deməli 5 dəqiqə fərq elədi arada. Birinci sifarişi verdi. İndi gedirəm müştərinin arxasınca. Təxmini olaraq müştəri qabaqdan, məhəllədən hardasa Nefsilərə tərəf gedəcək, maksimum kilometrə tərəf. 3 manat neçə qəpik yazmışdı. İndi yekunlaşdıranda onsuz da skrin eləyib ekranda paylaşım eləyəcəm. Ha dostlar, gətirdim müştərini düşürtdüm. Deməli, kompensasiya ilə bir yerdə 3 manat 50 qəpik idi. Yəni 50 qəpik kompensasiyası idi, 3 manat nəqd ödəniş idi. Müştəri sağ olsun 3 manat verdi. İndi buradan çıxaq parkın yanına görək başqa nə sifariş olur. Elə dönən kimi buradan 26 nömrəli parklinkanın yanından sifariş verdi. Yuxarı Xəzər klinikası var yuxarıda. Vasmoy bazarının yuxarısı. Orası sifariş verdi. Qoy bu müştərini də aparım. Nəqd gedişdi. Düşürdək. Görək ondan sonra nə sifariş olacaq. Müştərini gətirdim, düşürtdüm. Deməli 3 manat 50 qəpik idi. Nəqd ödəniş. Sağ olsun 4 manat verdi. Görək başqa nə sifariş olur. Hə yoldaşlar, getdim bu müştərini də düşürtdüm. Deməli sifariş elədi hardasa 3 manat 80 qəpik. 40 qəpik kompensasiya idi. 3 manat 40 qəpik nəqd ödəniş elədi. Müştəri sağ olsun. İndi Həzaslanov tərəfdəyəm. Xəzər tərəfdə daha doğrusu. Bu Panorama Park yaşayış kompleksidir. Görək başqa nə sifariş olur. Baxaq görək. Hava da yaman istidir. Müştərini gətirdim Həzaslanov tərəfdən. Deməli bu NZS-in içinə. Deməli 3 manat 20 qəpik idi. Yəni əlavə kompensasiyası da var idi. Müştəri sağ olsun 4 manat verdi. Amma baxıram ki, yəni həqiqətən də sifariş yox deyir, yox demək olar ki, yox səviyyəsindədir. Həzaslanov kimi yerdə, Xəzər kimi yerdə mən nə qədər gözlədim. Nə qədər gözlədim ki, sifariş versin. Əlavə olaraq da sifariş verməyindən əlavə olaraq da yer dəyişdim. 2 dəfə yer dəyişdim ki, yəni bəlkə başqa yerdən sifariş verir. Yəni həqiqətən də iş ölüb. NZS-dən bir dənə sifariş oldu. Kartla sifariş idi. Deməli gətirdim bura Dəniz Molu yanına, Əl Oyunları İdman Sarayının yanına 4 manat yazdı. İndi baxaq görək başqa nə sifariş olur. Yollarda vəziyyət belədir ki, deyim ki, tam açıq da yox, probka da var. Yəni həqiqətən də yəni tıxac var. Açıq deyil. Baxın, yollardakı vəziyyətə baxın, tam təxmini göstərirəm. Prezident aparatından Azreftin qrupuna gedən yoldur. Əlavə olaraq prezident aparatına gedən yol. Yəni şəhərdə sıxlıq çoxdur, həqiqətən də çoxdur şəhərdə sıxlıq. İşdə bayaq dediyim kimi 0 dərəcəsində. Yəni Əl Oyunları Sarayının yanından gəlmişəm bura, Qoşaqala qapısına tərəf gedirəm aşağı. Yəni bir dənə sifariş hələ ki verməyib. Təsəvvür eləyin ki, deməli bu Əl Oyunları Sarayının yanından düz gəlmişəm 28-ə. Yəni yol qırağında saxlamaq falan da olmur. Kamera çəkir ona görə. Gəldim 28-ə Afmalın yanına. Afmalın yanına bir sifariş verdi. Çatdırılmadı. İndi
3 manat 10 qəpik idi. Müştəri sağ olsun 4 manat verdi. Gedirəm sifariş aparım verim. Gətirdim müştəriyə sifarişi verdim. İndi gedirəm bir dənə sifariş verdi. Buradan müştərini götürüb Qaraqarayevə tərəf aparacağam təxmini olaraq. Müştərini gətirdim, deməli düşürtdüm. Nərmanov tərəfdə belə deyək də Günəş Şadlıq evindən üzbəyiz olan yer. Oradan müştərini götürdüm, gətirdim elə düz yol idi. Maskörsi ilə gəldim Qaraqarayevə bura düşürtdüm. 3 manat 50 qəpik idi. 4 manat verdi müştəri sağ olsun. İndi baxaq görək başqa nə sifarişlər olacaq. Baxaq. Bir dənə sifariş gəldi burada Qaraqarayevdən. Sevinç Kinoteatrın yanına. Romaniya tərəf. Aparım görüm onu. Müştərini gətirdim, düşürtdüm. Deməli kompensasiyadan başqa 4 manat hardasa 70 qəpik idi. 5 manat verdi sağ olsun. İndi görək Romani tərəfdən, aeroport yolunun yanındakı Romanidən. Görək nə sifariş veriləcək. Müştərini də gətirdim, düşürtdüm. Deməli burada Günəşliyin yanında Atilla hamam var, onun yanına gəlirdi. 4 manat 20 qəpik nəqd ödənişi idi, 5 manat verdik. Kompensasiyasız da, yəni 4 manat 20 qəpik. İndi xətti bağladım hələlik. Çox güman ki, yəni yəqin ki asmaram bir də xətti. Amma hər ehtimal yenə də baxacağam. Çünki işim olur, mən yəni bəzən başqa işim olur deyə ona görə bağlayıram xətti. Hə yoldaşlar, bir də bir şeyi nəzərinizə çatdırım. Deməli, TikTokda qabağıma çıxır. Baxıram, yəqin sizin hamınızın qabağımıza çıxıb baxırsınız, görürsünüz. Bu deməli taksi sürücüləri, nə bilim TikTokerlər canlıda falan belə dedilər. Yəni aprelin 2-sində aksiya olacaq, taksi sürücüləri aksiya keçirdəcək. Yəni heç kim işə çıxmayacaq ki, yəni boykot eləyək də. Bu da nə ilə bağlıdır? Deməli, bu günlərim qabağıma çıxdı, bəzi taksi sürücüləri qabağıma çıxdı TikTokda ki, bəs boykot eləyirik. Ayın 2-si, aprelin 2-si 2025-ci ildə heç kim taksiyə çıxmır. Bəs boykot buna görədir ki, yəni taksi dayanma durma yerləri, avtobus zolaqlarında müştəri düşürdürük, mindiririk. Nə bilim, dayanma durma yoxdur. Avtobus zolağına girə bilmirik, çıxa bilmirik. Belə bir şeylər bunlara görə boykot eləyirik. Tam razıyam, tamam. Amma bir əlavə olaraq da boykot eləyiriksə, heç olmasa bir əlavə olaraq da bir sözümüzü deyək də, əlavə o qədər problemlərimiz var. Məsələn, bax belə deyək, qiymətlə bağlı bütün günü TikTokda hamı qiymətlə bağlı, nə bilim, canlı açır, nə bilim, problemləri deyir. Əlavə olaraq qiymətlə bağlı, əlavə olaraq, nə bilim, Sumqayıtdakı qəpik qiymətinə görə onu bir qaldırmaqla bağlı, nə bilim, Boltun faizinin aşağı düşməyi ilə bağlı və yaxud da ki, Yangonun, Uber'in faizinin aşağı düşməyi ilə bağlı. Yəni, bax, belə bu problemlərə görə boykot eləyək də. Yoxsa bir dənə dayanma durmağa görə, nə bilim, müştəri düşürdüb mindirməyə görə, tamam, razıyam, yenə də deyirəm, onunla da razıyam. Amma boykot eləyiriksə, hamı kimi, yəni, işə çıxmırıqsa, heç kim bir-birinə, yəni, eləyib işə çıxmırsa, ayın 2-sindən, aprel ayının 2-sində işləməyəcəksə heç kəs, onda heç olmasa normal bir şeyə görə boykot eləyək. Hə yoldaşlar, bugünlük deməli işimi yekunlaşdırdım. Təxmini olaraq saat günorta 1-dən saat 5-ə qədər iş rejimim oldu. Hamısının nə varsa, nə qazancım oldusa, nə çayavoyum oldusa, nə qədər kartla gedişim oldusa, hamısını ekranda qeyd edəcəm, özünüz də baxarsınız. Əlavə olaraq onu deyim ki, 5 manatlıq, 5 manatlıq. 92 benzin istifadə elədim bu qədər yəni qazanca, bu qədər işləməyə. Allah hər kəsin ruzusunu versin, Allah hər kəsin işini avan eləsin, amma yenə də deyirəm, yəni iş çox biraz zəifdir, bərbaddır, ona görə də yəni bunu nəzərə almaq lazımdır. Allah hamımıza kömək olsun, kanalı bəyənək, kanalı paylaşaq, kanalı abunə olaq ki, yeni videolarımız, maraqlı videolarımız gəlsin. Sağ olun, özünüzdən müğayət olun.